2025-ci ildə də Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində yüzlərlə keçmiş məcburi köçkün öz elinə obasına qayıtdı. Elə təkcə ötən həftə Ağdam şəhərindən olan 104 ailə doğma yurduna qovuşdu. Bu il həm də Ağdam şəhərinə uzun illərdən sonra ilk qayıdış ili kimi əlamətdardı. Onlar yeni ili öz doğma şəhərlərində, isti ocaqlarında qarşılamağa hazırlaşır. Ağdamlıların illərdir sürən həsrəti, niskili yerini vüsala verib. Artıq onlar 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününü və yeni ili uzun illərdən sonra ilk dəfə öz evlərində qarşılayır. 2025-ci ildə elinə obasına qayıdan təkcə şəhər sakinləri olmadı. Rayonun Kəngərli və Xıdırlı kəndlərində də böyük qayıdış reallaşdı. Keçmiş məcburi köçkün Ağdam şəhər sakini Süleyman Zeynalov deyir ki, bu bayram indiyə qədər keçirilən bayramlardan çox fərqlənir. Bütün balalar sevindi, bütün körpələr sevindi. Allah şəhidlərimizə rəhmət eləsin. Bizim Allah qazilərimizə can sağlığı versin. Allah bizim prezidentin köməyi olsun. Gözəl siyasəti ilə, gözəl ağlı ilə bizə getdi bu Ağdamı çıxartdı. Dediyini də elədi, Allah onu var eləsin. Nəinki bizi bütün Qarabağı. Bayram Bayramovda uzun illərdən sonra bayramı doğma ata-baba yurdunda qeyd edənlərdəndir. Deyir ki, ən böyük bayram hədiyyəsini də yeni il ərəfəsində onlara dövlət bağışlayıb. Həm doğma yurdlarına geri qaytarılıblar, həm də gözəl şəraitli evlərlə təmin olunublar. Əlləri var olsun tikənin də, təşkil eləyənin də, hərbiçilərimizin də, şəhidlərimiz Allah rəhmət eləsin, nədir qazilərimizə can sağlığı versin. Ağdam şəhərinə qayıdan hər kəs necə deyərlər, 7-dən 77-yə hamı sevincli görünürdü. Güləş üzrə Milli Yığma komandasının üzvü 15 yaşlı Deniz Məmmədli də valideynləri ilə birgə Ağdam şəhərinə qayıdıb. Deyir, bir vaxtlar ata-anasının qüssələnərək xatirələrini yada salıb danışdığı şəhərdə bugün sevinç içində bayramı qeyd edirlər. Çox sevincliyik bura keçdiyimiz üçün, öz doğma vətənimizə, yəni daha doğrusu valideynimin doğma vətəninə köçdüyümüz üçün çox sevincliyik. İnşallah yeni il bizə düşərli olar. Ağdamda bayram bayrama qarışıb desək yanılmarıq. Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə nümayəndəliyi və eləcə də nümayəndəliyin bərpa, tikinti və idarəetmə xidmətinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə şəhərdə bayram konserti təşkil olundu. Konsert proqramı Ağdam işğaldan azad olunduqdan sonra şəhər ərazisində inşa olunan muğam mərkəzində baş tutdu. Bu isə simvolik məna kəsb edir. Belə ki, Ağdama geri dönən doğma yurduna qovuşan təkcə sakinlər deyil, uzun illərdən sonra incəsənətimiz də, mədəniyyətimiz də öz məkanına qovuşur. Muğam beşiyi hesab olunan Qarabağımızda, Ağdamımızda daha gözəl səslənir. Bayramı mübarək Qarabağ, bayramı mübarək Qarabağın toy otağı Ağdam. Ağ günlərin çox olsun. Sənan Bəhrəmli, Aslan Habiloğlu, ATV Xəbər, Ağdam.